əhd-i peyman təqvalı olmağın nişanələrindəndir. Yəni, kimin əhd-i peymanda problemi varsa, çatışmazlığı varsa, onun təqvasında problem var. Onun kamil müttəqi, kamil iman əhli olmasında çox ciddi problem vardır. Uca Allah Qur'an-ı Kərimdə Bəqərə surəsinin 177-ci ayəsində buyurur ki, Leysəl birrə ən tuvallu vucuhakum qibələl məşriqi vəl məğrib. Sizin üzünüzü məşriq və məğribə tərəf çevirməyiniz heç də yaxşılıq əlaməti, yəni təqvanın nişanələrindən deyildir. Bir çox geniş anlamlı sözdür. Bir ən yaxşı insan, ən yaxşı mömin, ən yaxşı müttəqi, yəni təqvalı olan şəxs mənasını bildirir. Bir elə bir məfhumdur ki, Qur'an və hədis terminologiyasında bir o şəxslərə deyilir ki, onlar bütün yaxşılıqları, bütün ali əxlaqi dəyərləri öz şəxsində, öz əməlində cəm etmiş olsunlar.